Azərbaycanda repetitorluq fəaliyyəti göstərən şəxslərin də sertifikasiyaya cəlb olunması təklif edilir. Bu təklifi İqtisad Elmləri doktoru Professor Zahid Məmmədov Az saytına müsahibəsində səsləndirib. O bildirib ki, repetitorluq fəaliyyəti göstərən şəxslər pedaqoq yox, təlimçidirlər. Onlar müəllim deyirlər. Pedaqoq və təlimçi anlayışları bir-birindən fərqlənir. Məktəblərdə pedaqoqlar fəaliyyət göstərir. Repetitor isə müəllim deyil, təlimçidir. Son vaxtlar hətta bəzi məsul dövlət qurumlarının belə biznes fəaliyyəti ilə məşğul olduğunu müşahidə edirəm. Həmin qurumlar əldə etdikləri bilgiləri pulla satırlar. Mən sual verirəm ki, bu qeyri-qanuni fəaliyyət deyilmi? Cavab olaraq bildirirlər ki, qanunda elmi pedaqoji fəaliyyətə icazə verilir. Lakin mən qeyd edirəm ki, onlar pedaqoq deyil, təlimçidirlər. Buna görə də bu fəaliyyət qanunsuz sahibkarlıq sayılır, deyə Zahid Məmmədov vurğulayıb. O qeyd edib ki, burada söhbət akkreditasiya olunmuş universitetlərdən gedir. Məsələ ondadır ki, bu təlim kursları Elm və Təhsil Nazirliyi tərəfindən akkreditasiyadan keçməyib. Bu səbəbdən təklif edirəm ki, repetitorlar rəsmi olaraq Elm və Təhsil Nazirliyi tərəfindən sertifikasiyadan keçsinlər. Necə ki, bütün həkimlər fəaliyyət göstərmək üçün Səhiyyə Nazirliyindən akkreditasiya almalıdır, eləcə də bütün repetitorlar mütləq sertifikatlaşdırmalıdır. Biz bilməliyik ki, bu şəxslər kimdir və hansı səviyyədə təhsil xidməti göstərirlər. Ona görə də repetitor Elm və Təhsil Nazirliyi tərəfindən sertifikat aldığını təsdiq etməli və təlimçi kimi fəaliyyət göstərə bilməlidir. Bundan əlavə, bu sahədə əldə edilən gəlirlər də rəsmi şəkildə vergiyə cəlb olunmalıdır. Son vaxtlar ictimaiyyətdə elə hallar müşahidə edirik ki, bir nəfər 200 nəfərlik auditoriya qarşısında təlimçilik fəaliyyəti ilə məşğuldur. Mən hesab edirəm ki, hər şey qanun çərçivəsində tənzimlənməlidir. Kölgə iqtisadiyyatına son qoyulmalıdır, deyə Zahid Məmmədov bildirib. O, bəzən şagirdlərin ali məktəblərə qəbul imtahanları zamanı uğurlu nəticə göstərməsini repetitorluğun fəaliyyəti kimi qələmə verilməsi məsələsinə belə münasibət bildirib. Bəli, təəssüf ki, bəziləri bundan sui-istifadə edir. Halbuki məktəblər vergi ödəyicilərinin vəsaiti hesabına fəaliyyət göstərir. Məktəb öz şagirdlərinin əldə etdiyi uğurlarla gündəmə gəlmək əvəzinə bəzən repetitorlar bu nailiyyətləri öz hesablarına çıxırlar. Əgər məktəb həqiqətən şagirdin inkişafında lazımi şəkildə iştirak etməyibsə və şagird repetitorun dəstəyi ilə uğur qazanıbsa, biz buna diqqət yetirməliyik. Şagirdin universitetə qəbulunda kimin nə qədər payı olduğuna baxmaq lazımdır. Bu səbəbdən repetitorluq fəaliyyəti rəsmi qaydada tənzimlənsə daha yaxşı olar. Yəni, məlum olmalıdır ki, bu repetitor hansı şagirdləri hazırlayıb, onların nəticələri nə olub, deyə Zahid Məmmədov bildirib. O həmçinin belə hesab edir ki, gələcəkdə repetitorların qazandığı uğurlar nəzərə alınaraq, onların təcrübəsindən məktəb idarəçiliyində də istifadə oluna bilər. Məsələn, uğurlu repetitorların məktəb direktoru vəzifəsinə təyin etmək mümkün olar. Belə bir seçim zamanı deyilə bilər ki, buyurun, siz bu sahədə təcrübəlisiniz və şagirdlərin hazırlanmasında ciddi uğurlar qazanmışsınız, deyə professor təklif edib.